Təlimatlandırma videosuna xoş gəlmisiniz. Pastanızı almışsınız və açmışsınız qapağını. Görürsünüz ki, belə çətin gəlir ələ. Otağımızda 22 dərəcə var. Biraz otaq daha soyuqdursa bu lap bərk olacaq. Otağınız biraz istidirsə biraz daha yumuşaq olacaq. Sadəcə bilin ki, necə olur. Mən digər qab pastamı biraz isitmişəm. Mikrovalnovkada hardasa 10 saniyə. Mikrovalnovkanız yoxdursa problem deyil, isti suda saxlaya bilərsiniz. Və yaxud da qış ayıdırsa radiatorun üstündə. Pastanı çəkirəm. Xanımlar, fikir verin ki, pastanız bu qədər belə yaxşı yayılırsa, bu deməkdir ki, siz onu ola bilsin ki, çəkən kimi darta bilməyəsiniz. Amma mənim əlim öyrəşiklidir, mən tez dartıram. Amma siz darta bilməyəsiniz. Ola bilər ki, dartmarsınız və panikaya düşmürsünüz. Əsas odur ki, qızlar, əlinizi belə yaymırsınız. Bu səhvdir. Baxın, düz dırnaqlarınız baxır dəriyə. Bu cür yayırsınız. 1, 2, hətta deyərəm 3 dəfə yayın ki, bütün tüklər yapışsın. Və gəldinizmi? Burada dayanıb dartsaz, çox pis göyərəcək dəri. Gəldinizsə, çıxırsınız dəriyə və dartırsınız riski. Rusun sözü olmasın. Möhkəm dartmaq lazımdır. Biraz tərəddüd eləsiniz, biraz belə yavaş dartsaz, həm ayağınız göyərəcək, həm də darta bilməyəcəksiniz. Amma gəldiniz, dəriyə çatdınız, riski dartdınız. Bir çox yeni başlayanların problemi odur ki, bilmirlər necə yaymaq lazımdır, çox eşələnirlər, yavaşlayırlar, başa düşmürlər, nətər eləmək lazımdır, biraz çox eşələnirlər və elə alınır ki, onlar bir nöqtədə çox oynayırlar və dərilərini masaj etmiş olurlar. Masaj olunmuş dəridən nə deməkdir? Dərinin isinməsi deməkdir. Bununla da isti yerə pasta çox tez yapışır və siz eşələndikcə daha çox yapışır qalırsınız və panikaya düşürsünüz. Qaçırsınız, hamama pastanızı yuyursunuz və bununla da pastanızı itirmiş olursunuz. Bir dənə də belə bir şey görmüşəm yeni başlayanlarda. Başlayırlar bu barmaqları ilə. Belə bitdiyirlər. Onda lap pis olur. Belə heç vaxt siz bu pastanı buradan çıxarda bilməzsiniz və fikir verirsiniz nə olur? Dəri qalxır, düşür. Daha da çox masaj effekti yaranır və qızarır. Qızarına da isinir, isinincə də daha da yapışır. Bu videonu çəkirəm ona görə ki, həddindən artıq çox xanımlar, yeni istifadəçilər alan kimi pastanı yayırlar, darta bilmirlər, panikaya düşürlər və fikirləşirlər ki, bu pastanı heç vaxt işlədə bilməzlər. Amma bu belə deyil. Yeni başlayan xanımlara məsləhətim odur ki, tələsməyin, otağınızı sərin seçin. Sərin otaqda edin, əyninizi nazik giyinin, panika içində yox, sakitləşmiş bir halda əlləriniz tərləməsin, ayağınız tərləməsin, ayaqdan başlayın. Heç vaxt qol altı, bikini, üz kimi çətin yerlərə girişməyin. Sizin üçün ən ideal yer ayaqdır, ayaqda öyrənəcəksiniz. Yaydınız bir dəfə, 2 dəfə də tutaq ki, yaydınız, gəlirsiniz axıra kimi çatırsınız və riski dartırsınız. Yaydınız, misal üçün eyni yerdə, düzdür, eyni yeri məsləhət deyil bir neçə dəfə etmək. Amma elə alındı ki, yaymısınız bunu bura artıq, bu buradadır. Məsləhətim, yayın, qırağa, dartın. Qırağa, dartın. Qırağa, dartın. Bu qırağaları unutmayın. Hər dəfə eyni yeri eləyəndə, eyni yeri. Dəri isinmiş olur. Amma qıraqdakı dəri soyuqdur. Bu deməkdir ki, siz bunu qırağa yayıb dartsaz, müvəffəq olacaqsınız onu dartmağa. Baxın, qırağa. Və bunu bir də yadınızda saxlayın ki, bunu bir neçə dəfə yayanda ortada durmaq olmaz. Çatdınız dəriyə, dartdınız. Burada yarımçıq dartmışsınız, tutaq ki, düzdür, davam etmək istəyirsiniz. Buradan belə dartsaz göyərəcək. Çıxdınız dəriyə, dartdınız. Çıxdınız dəriyə, dartdınız. Çıxdınız dəriyə, dartdınız. Həmişə bir dəfə yarımçıq qalmışsınız ha. Belə dartmaq olmaz. Yaydınız, dartdınız. Hər dəfə bilin ki, bu pastanı həmişə yaymaq lazımdır. Misal üçün, belə bir şey də göstərim. Bir balaca parça qalıb, misal üçün, düzdür? Misal üçün. Bu parçanı təzə başlayanlar belə də götürmək olar. Amma mən sizə təzə başlayanlar əliniz öyrəşsin deyə həmişə məsləhət görürəm. Qoydunuz üstdən, yaydınız, dartdınız. Bu çox gözəl metoddur. Misal üçün, yaymısınız və yapışıb qalmışsınızsa, mən bunu təkrarlaya bilmirəm. Mən əlim o qədər öyrəşib ki, mən belə situasiyaya düşmürəm. Mənim pastam yapışıb qalmır. Siz yenisiniz deyə sizdə olur. Yapışıb da heç cür mümkündür çıxartmaq, düzdür? Qoyun bir 5 dəqiqə sakitləşsin. Həm dəriniz soyusun,
həm pastanız soyusun, biraz musiqiyə qulaq asın, fikriniz başqa yerə getsin ki, soyuyandan sonra siz qayıtsaz, bunu belə yayıb dartsaz, darta biləcəksiniz. Və yaxud da gözləmək istəmirsiniz. Bu yapışmış pastanızı buradan bax belə qəşəng yığırsınız. Yığdınızmı? Bu əlinizdəkini heç eləmədiyiniz bir yerə yayırsınız. Bu metod işləyir. Mən bunu məsləhət görürəm. Siz eləyin. Və qıraqda o çox yaxşı çıxacaq. Çünki buradakı dərimiz hələ soyuqdur. İsinməyib. Buradakı dərimizi çox incitmişik, çox masaj eləmişik, çox qurtdalanmışıq, isinibdir, yapışıb. Amma buradakı dərimizi hələ başlamadığımıza görə buradakı dərimiz soyuqdur və pastamız burada yayıb dartanda alınır. Dartdığımız pastanı, baxın, görürsünüz bu uc. Bu ucunu gətirirəm bunun ucuna, ortaya qoysaz yapışıb qalacaq, alınmayacaq. Bunun ucunu, yəni hava dəyib buna soyudubdur, gətirirəm bunun ucuna, yayıram, dartıram, möhkəm. Biraz yavaşladınız, heç nə alınmayacaq. Dartdığımı boş yerdə tezdən dartıram, yenə bunun ucunu gətirirəm bunun ucuna. Möhkəm. Əgər biraz tərəddüd edib yavaşlasaz, heç nə alınmayacaq. Qızlar, yata saxlayın. Yaydınızsa bunu möhkəm dartmaq lazımdır. Özü də yuxarı yox. Yuxarı dartsaz sinyak düşəcək. Özünüzdən uzağa, o tərəfə. Yenə də yaydım, dartdım. Bunun ucunu, bunun ucuna. Ortaya qoysam bərbad, heç nə alınmayacaq. Ucuna və riski. Siz əgər bunu riski eləyə bilsəz, bu sizdə mütləq alınacaq. Əgər əlləriniz çox istidirsə, ola bilər, çox qaynar əlli qadınlar olur. Əsasən kişilər olur, qadınlarda da yəqin olur. Mümkün deyil də, əriyir. Ya əlcək taxmalısınız, ya da ki, çarə, vilka. Vilkanın arxası və yaxud da qaşıq ola bilər. Bu cür yayırıq, dartırıq. Sağa, sola, sağa, qıraqlara. Bu nəyə görə daha səmərəli olur? Nəyə görə? Çünki əlimiz istidir. Çünki bədənimizin temperaturu var. Qaşıq isə, vilka isə soyuqdur. Və qaşıq pastanın temperaturuna təsir göstərmir. Neytraldır, soyuqdur. Ona görə də pasta ərimir. Əgər sizin əliniz çox istidirsə, çox tərləyəndirsə, öyrənənə qədər bu metodu, vilka metodunu məsləhət görürəm. Pastanı hiss edənə qədər. Hiss edəndən sonra əlləriniz isti olsa belə də, siz bunu problemsiz əllə eləyə biləcəksiniz. Hətta çox isti əlli xanımlar da sadəcə pastalarını biraz bərk götürəcəklər. İndi hal-hazırda siz komplektdə orta pastanın yanında bərk pasta da alırsınız. Ona görə də bilin ki, çox əlləriniz çox istidirsə, bu cür, tutaq ki, bu yapışıb qalıbdır, misal üçün, düzdür. Götürürük. Bərk pastamızdan, sizin komplektinizdə bərk pastanız var. Azca, çox yox, azca götürüb bu bərk pastadan belə qatırıq. Mən bu bərk pastanın qatmağını göstərmişəm, digər videolarda yenə təkrar edirəm. Baxın, necə qatıram. Artıq bu qarışdı bura. Və bərk pasta, bu orta pastanı biraz daha bərkitmiş olacaq. Daha çətin yayılacaq biraz mənim üçün. Amma sizin üçün bəlkə də kakraz yaxşı olacaq. Məsləhətim odur ki, panikaya düşməyəsiniz. Bilin ki, bu sugarinqo öyrənmək zaman alır. Öyrənərkən biraz çətinlik çəkə bilərsiniz. Bu çox normaldır. Çünki sugarinqo öyrənmək çətin, öyrənəndən sonra istifadəsi çox asandır. Ona görə mən sizə çox məsləhət görürəm ki, ruhdan düşməyəsiniz və nə suallarınız olsa mənə müraciət edə bilərsiniz. Bir də xanımlar, yadda saxlayın ki, sümük üstü nahiyələrdə öyrənmək məsləhət deyil. Sümüyə yapışır. Öyrənən piyli yerdə. Piyli yerdə və vilkanızı da yanınızdan əksik etməyin. Vilkanızı da pastanı hiss edənə qədər işlədin. Sadəcə bikini nahiyəsi üçün bu o qədər də səmərəli deyil. Bikini nahiyəsi biraz balaca yerdir. Ona görə də məsləhətim manual metodu, yəni əllə yayma metodu öyrənin. Mütləq öyrənin. Nə suallarınız olsa mütləq mənə müraciət edin. Heç vaxt çəkinməyin. Bilin ki, bütün yeni başlayanlarda çətinlik olur. Sugaring öyrənmək, yəni də dediyim kimi çətindir, amma öyrənəndən sonra sugaring pastamızı bu cür ağzı bağlı kulokda saxlasaz, çox gec köynələr, xarab olar
Məsləhətim, onu nəmdən mühafizə edin. Çünki qapağın qırağından pasta havadan nəm çəkir. Amma bu cür saxlasaz, o xarab olmaz. Bir də xanımlar, məsləhətim, depilyasiyadan sonra 2 gün ərzində suya dəyməsin dəriniz, çimməyin və üzdürsə günə verməyin. Ümumiyyətlə, yay aylarında depilyasiyadan həmən sonra dənizə getmək məsləhət deyil. Buna